Qarabağ eramızdan əvvəl 2-ci minilliyə aid Xocalı Gədəbəy mədəniyyətini özündə əks etdirən tarixi mədəniyyət abidələri ilə zəngindir. Bu ərazi böyük tarixi mərhələdə Azərbaycan Alban dövlətinin tərkibində olub. İşğaldan azad olunan torpaqlarımızda indi də qədim Alban memarlıq irsinin izləri var və onlar mütəmadi olaraq ermənilər tərəfindən saxtalaşdırılıb. Bu heç kəsə sir deyil. Sadəcə olaraq erməni dırnaqarası tarixçiləri və saxtakarlıq edərək qədim Alban kilsələrini erməniləşdiriblər, öz yazılarını ora əlavə ediblər və bu kilsələri özününkiləşdiriblər. 1836-cı ildə Alban katolikosluğunun ləğv edilməsi Erməni Qriqoryan kilsəsi üçün bir fürsət oldu. Onlar Alban dini irsini uğurlayaraq abidələrə saxta erməni donu geyindirməyə çalışdılar. Bu coğrafiyanın təkcə abidələrinə yox, ilk növbədə tarixinə, coğrafiyasına, folkloruna, toponimlərinə sahib çıxmağa çalışıblar və bu günə kimi də 100 illər ərzində həmin mədəniyyəti qədim xristiyan mədəniyyəti kimi dünya ictimaiyyətinə sıramağa cəhd ediblər və xeyli dərəcədə buna nail olublar. Faktlar təsdiqləyir ki, Ermənistan qədim Alban maddi mədəni irsini saxtalaşdıraraq Alban məbədləri üzərindəki əski kitabələri də məhv edib. Alban kilsələrinin memarlıq quruluşunu dəyişdirib, arxitekturasını dəyişdirə bilmədikləri məbədləri isə dağıdıblar. Tariximizi saxtalaşdırırlar və tarixi saxtalaşdırmaqdan sonra da bizim izimizi itirməyə çalışırlar. İzimizi də itirmək üçün bizim maddi mədəni nümunələrimizi yox eləmək lazımdır. Mədəni irsimiz orada məhv edilib. Yəni bunların əksəriyyətinin belə deyim ki, izi tozu da yoxdur və yaxud da əksəriyyəti isə erməniləşdirilibdir. Bu abidələr haqqında hökmən bir aidiyyatı qurumlar, yəni tarixçilərin səsinə səs verməlidir, dəstək olmalıdır ki, biz bu məsələləri qaldırıb beynəlxalq aid olan qurumlara müraciət eləyə bilək. Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına Ermənistan işğalının vurduğu ziyanı dəqiq hesablamaq mümkün deyil. Çünki talan və məhv edilən sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri hesab edilir. Alban kilsələrinə göstərdikləri bu etinasız münasibət bugün bütün dünya ictimaiyyətinin gözü qarşısındadır. Bütün o qədimliyi, orta əsrlərə məxsus onların belə deyək də ənənələri, xüsusiyyətləri tamamilə məhv edilmişdir. Və bu da göstərir ki, onların özlərinə xas olmayan mədəniyyətə sahib çıxmağı da mümkün deyil. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin hesablamalarına əsasən işğaldan azad olunan ərazilərdə 130-dan artıq məbəd var. Buradakı qədim Alban irsinin tədqiqi ilə bağlı işçi qrupu təsis edilib, yerli və xarici ekspertlərin cəlb olunduğu monitorinqin nəticələri sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Ayşəm Rüstəmova, Rüstəm Mikayılzadə, Sehrac Azadoğlu, ASTV Xəbər.